Mərkəzi Bank uçot dərəcəsini aşağı salıb. Belə ki, qurumun idarə heyətinin qərarına əsasən uçot dərəcəsi 6,5%, faiz dəhlizinin aşağı həddi 5,5%, yuxarı həddi isə 7,5% səviyyəsinə endirilib. Bəs maraqlıdır, uçot dərəcəsinin endirilməsi bankların kredit faizlərinə necə təsir edəcək? Fiziki şəxslərlə manatla yeni verilmiş kreditlər üzrə orta faiz dərəcəsi 0,48% bəndi azalaraq 20,99%-ə düşmüşdür. Hüquqi şəxslərlə manatla yeni kreditlər üzrə orta faizlər 0,91% bəndi azalaraq 12,19%-ə düşmüşdür. Sözsüz ki, biz burada enmə meylləri müşahidə edirik. Sadəcə, yenə də dediyim kimi bir müddət lazımdır ki, biz uçot dərəcənin təsiri, dəyişimin təsiri, depozit və kredit faizlərinə təsirini daha da çox müşahidə edək. Milli Məclisin deputatı Aydın Hüseynovun sözlərinə görə, uçot dərəcəsinin endirilməsi ölkədə bir sıra iqtisadi göstəricilər nəzərə alınmaqla həyata keçirilir və bu da öz növbəsində kredit faizlərinə təsir edir. Əlbəttə, bu qərarın qəbul olunmasından öncə ölkədəki inflyasiya templəri və sonraki proqnozlaşmalar həyata keçirilir. O da məlumdur ki, geosiyasi proseslər bütövlükdə iqtisadiyyata təsirsiz ötüşmür və bu baxımdan da bütün risklər nəzərə alınaraq bu addımlar atılır. Əlbəttə, gələcək inflyasiyanın templəri də nəzərə almaqla bu kimi deməli proseslər Mərkəzi Bank tərəfindən proqnozlaşdırılır və hesab edirəm ki, Mərkəzi Bankın bu addımı həm valyuta bazarında, eləcə də kredit bazarında öz müsbət təsirini göstərəcəkdir. İqtisadçılar bildirir ki, uçot dərəcəsinin endirilməsi əsasən Mərkəzi Bankın vəsaitləri hesabına kredit verən bankların faizlərinə təsir edə bilər. Hazırda isə Mərkəzi Bankdan əldə edilmədən belə ölkədə kommersiya banklarının kifayət qədər kredit verməsi üçün vəsaitləri vardır. Yəni likvidlik yuxarı səviyyədədir və bu səbəbdən də faiz dərəcəsi ölkədə kredit faizlərinə əhəmiyyətli dərəcədə təsir etmir. Qeyd edək ki, uçot dərəcəsinin endirilməsi ilə bağlı qərar fevralın 5-dən qüvvəyə minəcək.